Pənah bəy, Azərbaycanın uğurları, əldə etdiyi qələbə təbii ki, bizim düşmənlərimizi narahat eləyir. Xüsusilə bölgədə marağı olan böyük dövlətləri narahat eləyir, xüsusilə Rusiyanı narahat eləyir və ona görə də bizə problemlər yaratmağa çalışırlar. Hətta Azərbaycanda hakimiyyət çevrilişinə belə cəhd ediblər. Son günlər müzakirə olunur. Ramiz Mehciyevin Azərbaycanda hakimiyyət çevrilişinə cəhd etməsi ilə bağlı, dövlətə xəyanət etməsi ilə bağlı cinayət işi açılıb, bir xeyli müzakirələr gedib. Sizcə Azərbaycanda hakimiyyət çevrilişinə nail olmaq mümkündürmü? Amma Azərbaycanda zorakı yolla hakimiyyətin ələ keçirilməsi ancaq xarici hərbi nəzər olaraq müdaxilə. Xalqın dəstəyinə nəsə eləmək olmaz. Bir daha təkrar edirəm. Azərbaycanda birbaşa xarici hərbi müdaxilə olmasa, burada daxildən hakimiyyətin zorla ələ keçirilməsi mümkün hadisə deyil. Azərbaycan tarixində bu cür hallar olmayıb. 20-ci il 1920-də bəli, bu Rusiya gəmiləri burada dayandı və parlamenti hədəfə aldılar, ultimatum verdilər. Şimaldan da 11-ci Rus demək Qırmızı Ordu demək artıq daxil olmuşdu. Ondan bir gün sonra demək hakimiyyət verildi dırnaq arasında, yəni alındı, qəsb olundu. Zorakılığın bax əlaməti o idi ki, bolşeviklər tərəfindən. O baxımdan demək indi də elə həmin dövr, indiki şəraitdə, indi daha açıq danışsaq da 20-ci il bunu hamı deyir də, 20-ci ildəki qələbədən Qarabağ işğaldan azad olunduqdan sonra və Azərbaycanın demək reytinqi və nüfuzu xeyli artdıqdan sonra təbii olaraq məsələnin Prezident İlham Əliyevin də reytinqi və nüfuzu kifayət qədər möhkəmləndikdən sonra hansı xarici hərbi müdaxilə olmadan burada hansısa bir zorakılıqla hakimiyyətin ələ keçirilməsinə kim, hansı ağıl, hansı demək qüvvə ümumiyyətlə cəhd edə bilər ki? Deməli, hakimiyyətin hələ biz bilmirik, aparılan istintaqın təfərrüatlarını, konkret hallarını bilmirik. Amma əgər o maddələr saxlanacaqsa qüvvədə və hansısa bir ittihama çevriləcəksə, o ittihamnamənin içində yəqin ki, konkret hərəkətlər də olacaq və görərsiniz, əgər olacaqsa, bu hamımız görəcəyik ki, bu sırf xarici hərbi müdaxiləyə hesablanmış bir plan ola bilər. Yəni, daxildən hansısa bir şəkildə bu mümkün olan bir məsələ deyil. O baxımdan da mən yeri gəlmişdim, mən yuxarıda dedim, indi bu müzakirələr zamanı bəzən ayrı-ayrı kimin burada konkret şəxsin və yaxud şəxslər qrupunun bu və digər, bu məsələ olubsa, sübut olunacaqsa, onların da iştirakı olubsa, bu qanunun tələbi ilə təbii ki, qiymət verilir, məsuliyyətə cəlb olunmalıdır. Bunun heç bir məsələsi yoxdur. İstər müxalifət olsun, istər iqtidar olsun və s. Lakin, diqqət eləsəz, bax, burada bütövlükdə məsələn, mənim də mənsub olduğum siyasi düşərgə var. İndi biz onu Milli Demokratik düşərgə adlandırırıq. Nə 94-cü il hadisələri vaxtı, nə 95-ci il hadisələri vaxtı, nə 98-ci ilin sonundakı çevrilişlərlə bağlı, sui-qəsdlərlə bağlı müəyyən məhkəmə hökmü çıxarılmış hətta hadisələr var. Hətta mənim özümün həbs olunduğum 2003-cü il hadisələri vaxtı bizə qarşı zorakılıqla hakimiyyətin ələ keçirilməsi ittihamları irəli sürülməyibdir. Yoxdur belə bir hal. Mənim özüm də daxil olmaqla o Milli Demokratik düşərgənin çox bir xeyli nümayəndəsi istintaqa cəlb olunub, məhkəmələrə demək, istintaqa aparılıb. Hətta qətnamə, onların heç birində korrupsiya deyək, məsələsi yoxdur. İndiki hakimiyyət dövründə, indiki iqtidar dövründə. Yəni demək istəyirəm ki, bu məsələdə Azərbaycan xalqının ümumi o birliyindən və həmrəyliyindən danışdığa, xüsusən xarici, xüsusən Rusiya yox, istənilən xarici ölkənin hərbi müdaxilə məsələsində Azərbaycan xalqında milli birlikdən danışmaq mümkündür və əslində bu özü bu cür halların ki, istər daxildən, istər xaricdən xüsusən qaynaqlanan və daxildən də dəstək alınmağa çalışan planların qarşısında çox böyük bir maneədir. Əsas budur. Bunu qoruyub saxlasaq, məncə demək biz bu cür bizə qarşı hətta düşmən təxribatlarından da güclənmiş halda çıxarıq. Onun nəticəsi olaraq biz daha da güclənmiş halda irəliyə doğru gedə bilərik.